gördük. Bugünkü gün çox əlamətlər bir gündür. Aslında orada açıq bura qoyardım, belə yoxdur. Bugünkü günün münasibətlə hamımıza təbrik edirəm. Qarşımızda yeni münasibətlə hamı təbrik edirəm. Allah'tan arz edirəm hamımızın evinizdə, ailəmizdə xoşbəxtlik olsun. Buradan qalxıb gedəndə həmişə ailəmizi gülər yüzlü görəsiniz. Çox sağ olun. Yavaş-yavaş sözümüzü deyəcəyik inşallah. Məclisi açıq elədik. Məclisi də açıq eləyək. Çox danışmaq istəmirəm, az danışacağım. Çox danışmanın da aram yoxdur. Amma indi hər yer ayrı-ayrılıqda söz verdiysə, hərə öz ürək sözlərini deyər, biz də eşidərik. Ancaq xahiş edirəm, heç kəsin məktəb illərində nə danışılacaq, nə edəcək, xətrinə dəyməsin. Şəxsən mən bəzi şeyləri danışıb edirdim, heç kəsin xətrinə dəyməsin. Birinci arvad təbrik edirəm, məndən qorxum. Yox, mən dedim təbrik edirəm. Biz öz bazılarımızı gücsüz heç vaxt qoymarıq, onları ürəkdən təbrik edirik. Allah xoşbəxt eləsin. Hər vaxtımız var, onun için de şişəni söyleyip bu məclisi təşkil edilməkdə bizim Surayanın, mənim və həm dostum, həm canım, həm ciyərim, həm işləməm aldığım böyük zəhmət olur. Allah da Allah'ın canını sağ eləsin. Demək, çəkmişdik qonağa, qonaq yerini. Bir də təsəvvür yoldaşım dedi ki, gəl mağazını tüyo atalaq. Dedim ki, deyələrdən, mən heç bilmirdim ki, orada həm mağazında işləyir. Bir də bax, orada gördüm, nəvəmdir, yoldaşımdır, gəlinimdir, hamımız bir yerdir. Belə baxdım, Surayana, salama Surayana var, nə yox? Sağ olun, nə tərsən, sağ olun. Yəni, söhbət elədik, ailədən, zaten o başqa söhbətlər. Bərdə durdum, nəvəm də yanımda. Suraya dedi ki, Ahmet dedi, sənə bir şey xahiş eləmək var mı? Dedim, mən deyirim. Dedi ki, ham yığışı verilənir, nə olar bizi də bir təşkil eləyəsən, biz də yığılaq. Mən elə bunun üzrə baxırdım, bir də yoldaşım dedi, sənlədir Suraya, dedi, eşidirəm, dedi. O Suraya dedim, inşallah axşam üstü sənə cavabını deyərəm bir söz. Gəldi yerdə, zəng elədim, alın kiliyə, alın nə var, nə yox, sağlı salamatlığa kiliyə dedim, sənə bir işin düşüb də, dedi, biri yox, dedi, beşindir. Dedim, yox, hər bir dənə deyəcəm, görüm nə deyirsən, dedi, nədir, dedim ki, belə. Surayı gördüm, dedi ki, ham yığışır, biz də yığışaq. Dedi, çox gözəl, mən razı. Dedim, başına dönərəm, mən onu çox tanımıram, həqiqətən siz bağışlayın. Necə tanımıram, yəni, bilmirəm, adresləri, telefon nömrələriniz adı, biraz mənim üçün çətin olardı, onu görüm, canım deyərim, aliyə müraciət edirəm, dedi, canım başına, sabah dedi, sana rezultatı deyəcəm. Ondan sonra başladıq bütün günü bir-birimizlə əlaqə saxlamağa və rezultatı dedi ki, belə bir adam olacaq, kim gələcək, kim gəlməyəcək. Bugünkü günü elə şəxslər var ki, aramızda yoxdur, ölənlərə Allah rəhmət, kim də xəstədir, Allahdan şəfa, bizə də can sağlığı, xoşbəxtliyi arzulayıram. Həmişə bir yerdə olaq, həmişə mehriban olaq. Sağ olun. Sağ ol, Akif, sən laf hər şey yerib deydin, Allah sən sağlasın. Bizim 50-liyimizi təbrik edirəm. Allah indən belə də bizə bir 50-li ömür versin. Mənə elə gəlir ki, hamınız bu dəqiqə uşaqlaşırsınız. Bütün elə bil ki, sinifdəsiniz bu dəqiqə. Nə evdən işdən danışırsınız, nə bilim mən işinizdən, gücünüzdən, ancaq məktəbdən və sinifdə olan hadisələrdən. Və gözəl bir məqamda bir 10 dəqiqalıq xatirələr qaydaq, monitora baxaq, orada gözəl rolik hazırlanıb.
Biz 1965-ci ildə Cüzə kənddə 1-ci sinifə getdik. İlk müəllimimiz İsa müəllim oldu. O vaxtdan 60 il vaxt keçir. Biz də artıq 70-i haqlamışıq. Uşaqlığımız, yeniyetməliyimiz, gəncliyimiz Cüzə kəndlə bağlı olduğundan bizə çox qiymətlidir və çox əzizdir. Ora bizim uşaqlıq, gənclik xatirələrimiz və həm də bugünkü yuxularımızdır. Çayın qabağını kəsib çimməyimiz, dana-dana, futbol, qıyıq-qıyıq oyunu bizim uşaqlığımızın ən gözəl əyləncələri idi. Hələ 4 daş, 5 daş, aşıq-aşıq, vicdiyan oyunu, qışda sürüşmək, kirliklinin endirməsindən hansını sürüşməmişik. Məktəb həyatı isə hər birimizin sevinç, qorxu, narahatlıq dolu bir gerçək və yadda qalan anlarımız oldu. Məktəbin radio qovşağında adı çəkilməyən məktəbdə olubmu? Həyəcan dolu o səsi eşitməyimizdən 50 ildən çox vaxt keçir. Kənd klubuna gələn kinoları kim xatırlamır? Məktəblilər gündüz 5 qəpiyə bir serialı, 10 qəpiyə 2 serialı filmə baxardı. Kəndin toyları, şaxı, qız qaçırması, toyda at sürənlər, şax aparanlar, şax oynatmaq, it yallısı, birdimi, beşdimi? O gözəl günlər indi acı xatirələrə, həm də sevinç dolu nağıllara dönən anlar olur. Yaradana şükürlər olsun ki, bu yaşa gəlib çata bilmişik. Yaradana şükürlər olsun ki, 70 il haqlamışıq və çoxumuzun nəvələrimiz də var. Onlar bizim qanımızın, genimizin davamçıları olsa da, təəssüflər olsun ki, ata-baba yurdumuzda böyümürlər. Nə də biz görən o təbii gözəlliyi yaşamırlar. Nə eləmək olar? Olana şükür. Və təəssüflər olsun ki, sıramız seyrəlib, dünyalarını dəyişənlər də olur. Yerləri cənnət olsun.
dərsiyə gəlməsində xüsusilə Miraslan müəllimə, Ramil qardaşımıza təşəkkürümüzü bildirək və onun da şərəfinə bir alqış deyək. Onları yad edək. Çoxdan da bir-birimizi görmürük. İnşallah bugün görüşdük. Kimin məktəb haqqında nə sözü, söhbəti oldu, yavaş-yavaş özü və məktəb haqqında danışa bilər. Mən birinci özümdən başlayırım danışmağa. Demək, məktəb qutarmış əsgərliyə getmişəm. Qayıtdıqdan sonra Bakıda ilk dəfə metroda işləmişəm, 77-ci ildə. İnstituta gəlmişəm, təzədən deyirlər ki, müəllimliyə demişəm, yox. Getmişəm Ursetə, yemişəmdən Allah rəhmət eləsin, bir ilk dəfə. Ursetdə başlamışam, fəaliyyətimi bir il işləmişəm. Ondan sonra mənə təklif edib ki, gəl səni oxumağa göndərim. Getmişəm Verxorovskıda, Straytel texnikum var, oranı oxuyub qutarmışam, qayıtmışam, gəlib prorafi işləmişəm. İşləyən momenti deyib ki, demişəm ki, ay yemişəm, bunu düz eləməyirsən. Aha, bu da bu. Oxu indi də başqa məlim olsun. Allah sana rəhmət elə. Ondan sonra evə gəl vaxtı idi. Ruslarla bizim aramızda mübahisə düşdü, dalaşdıq. Sən demə oranın sahə müfəttişi, yəni uçaqda görür məni. Necə mənə təklif elədi ki, gəl sən polisliyə düzəldim. Onda da polis deyəndə milis idi də, milisiyə düzəldim. Mən də dedim, mənə kim düzəldər? Heç inanım yox idi. Getdim, bir Çelebiskıda oxudum milisizki məktəbi, qayıtdım, gəldim, uzun müddət milisiya işləmişəm, təzədən gəlmişəm Azərbaycana, burada ev alıb yaşamışam, işləmişəm Sosial Təminat Nazirliyində, müəyyən 2-3 il işləyəndən Sosial Təminat Nazirliyində çıxmışam işdən, heç bir yerə 2 il işləyə bilməmişəm, ona görə ki, oradan çıxandan sonra heç özümə sıxışdırmamışam, kiminsə yanında işləyib eləyib, biraz ağır günlərim olub, təzədən qayıtmışam, elektrotok deyirlər, elektrotok yenə orada işləmişəm, müəyyən vaxtdan sonra oradan da çıxmışam, gəldim, lift idarəsində işləyirəm, 30 ildir, mexanikdən başlamışam, rəisə kimi yenə həmin vəzifədə çalışıram. Məktəb illərindən də bir xatirə danışım, demək, bir gün ev müəllimin dərsidir, Surayanın özünə indi danışdım. Həmişə dərsi bilməyəndə, bir şey olanda, çətinliyimiz olanda Suraya müəllim deyirdi, ya Suraya, sən Allah deyərsən. Suraya da deyirdi, ay yetimlər, niyə oxumursunuz, mənə də deyirsiniz. Deyirdi, ya yaxşısan Allah. Bu da əlini belə tutub danışır, xəbər yoxdur ki, bu tərəfdən kim gəlib nə edəcək. Loğman rəhmətli çıxdı dərs danışmağa. İndi sağ Allah canını sağ eləsin. Neyse, əlini belə tutub danışanda birinci Laçın danışdı. Ev müəllimin yuxusu gəldi. Sonra Loğmanı çıxartdı. Loğman danışanda bir də başladı ki, Qafqaz sıra dağlarına, nə bilim, nə belə söz tutaranda Leyla dedi, ay yetim dedi, deyilən Cüzə kənddə ora yaxındır. Belə deyəndə birdən ev müəllimi eşitdi. Gəldi Leylanın, əlimi elə tutub danışır, Leyla elə saçından belə tutdu, dartdı, çıxartdı, saçı belə hörülü zadı. Aynen. Görüldüğünden danışıram. Saçından dartdı, çıxartdı. Bunu eləyirlər, daha nətər lazımdır. Əlini belə qol partiya ağlayır. İndi çıxmış, ev müəllim getdi, nədə çıxmışır. İndi deyir, ay elə zərər yoxdur. Ay yetimlər, oxun da mənim niyə döydürürsünüz? İndi mənim bir sualım var. Ay elə, bax, özün müəllimə işləyirsən. Arxadan müəllim, tələbə o birinə deyəndə necə reaksiya verirsən? Özde ben iptidai sinir müellimi olmuşam. Ben işitmemişim, bir şeyle karşılaşmamışım. Her uşak öz dersini, ne bileyim bir hafta sen danış, uşak da çok olurdu. Şahsen benim sinifimde aşıga konuşurdum bizle daha.
Elə Aşıqa xanımın nəvəsi mənim sinifimdə oxuyur. Mənim sinifimdə ən az olub 40. Pul alırdın. Yox Allah haqqı. Yaşlı. Elə mən pis müəllim olmamışam. O qədər xatirələrdə yaxşı qalmışam ki. O biri müəllimlərdə olardı 18-20 uşaq. Bax yalançının şahidi yanındadır. Məndə olardı 40. Mən də o 45 dəqiqəni o qədər gözəl işləməli idim ki, hər yer bir dəqiqə düşür da. Mən o 40 valideyn məndən razı qalmalıdır. Valideyndən başqa onun arxasında nənəsi var, babası var. Yəni, vallahi mən yenə də deyirəm, özümdən razı müəllimə olmamışam. Allah rəhmət eləsin, böyük şairimiz Bəxtiyar Vahabzadə deyir ki, özümdən ona görə razıyam ki, özümdən narazıyam. Yəni, məndə deyir, razılıq əlaməti yoxdur, mən də özümdən narazıyam. Birdən gəlsiz ki, bu özün tərifdir, yox valla. Ona görə mənim Məmməd qardaşım, orada bir-birinə kömək yoxdur. Bilirsən, danış, çox sağ ol, bir də test. Testi hərənin əlində bir test. Hərə nəyi bilir, onu plus minus qor, müəllimə də yoxluyur. Yəni, biz bizim dövrün müəllimələr kimi işləməmişik. Onların dövrü çətindir. Bizdə çox asandır. Məsələn, mən valideynlərə deyirdim ki, xahiş edirəm, uşaqlarımızın məsələn xəttinə baxın. Mənə deyir, ay müəllimə, daha xətt nəyə lazımdır? Telefon var, telefonda mesajdır. Mən də deyirəm ki, xətt insanın xarakteridir. Niyə uşaqların içində elə bir şey yaparırsınız da? Agitasiya, nə deyilir o? Təbliğat. Niyə elə təbliğat yaparırsınız? Qoy uşaqlarımız hərsə gözəl olsun. Əxlaqı da, nə bilim, tərbiyəsi də, danışığı da, mədəniyyəti də. Axı, biz elə dövrdə yaşayırıq ki, mesela bizim dövrümüz Məmməd qardaşım deyirdi ki, kosmos dövründə yaşayırıq. Şimdi kompüter əsridir. Yəni, mən narazılığımı bildirirdim ki, qoy hər şey gözəl olsun, hər tərəf olsun. Ona görə mən üzr istəyirəm, sənin sualına cavab verə bilmədim. Çünki bizdə bu xəbərçilik yoxdur. Demək bizdə var imiş. Açı rapor törəlisində, sonra... Mən deyirəm ki, Nuşeri. Sağ ol. Sağ ol. Sen Reşit'e bir vur. Sen Reşit'e bir. Şişer. Bak tutuyorsun da. İri raham buydu. Ürəyindən nə söz keçir, sözün deyə bilər, kimin yaddaşında nə var, sözün deyə bilər, sözü verək, möhürə görək bir yaddaşında nə var. Mən və Usetdə bununla yoldaşlıq eləmişik. 100 qram, 200 qram içəndən sonra qarmaq deyir, ay yox da, bəsdir. Yəni bax, bu gün valla Ali zəng edib deyəndə ki, Leylana ki, 50 illiyimizdir, birinci sinifə gedəndən qutarana qədər 50 illiyimizdir. Sizi dəvət edirəm. Dolaşım soruşdu ki, mən aldım ki, ailəlikdir, yəni ikimizdən. Sən bir dolaşım gələrmi? Dedim, ay, mən orada onların hamısını tanıyıram. Yox, elə baxsa sən olmaq şərt edirəm. Hamıyı tanıyıram, dedim orada mən niyə gedib edəm ki, yaxşı? Hoşum orada yoldaşım verir ki, dedim, ay, mən niyə gedib edəm? Orada tanımadığım adam mı var? Yəni, vallahi indi belə də deyim, qızlardan tanımadığım adamlar var, amma hamısının adı bizim evdə hallanırdı. Məsələn, Esmiranı elə evlənən gündən tanıyıram. Laçının adı bizdə tez-tez hallanırdı. Elə yoldaşım danışırdı, Laçın belə, Laçın elə, yəni ki, uşaqlıq xatirələri idi. Suraya bizim kətçidir, qohumumdur. Yəni, artıq şərhə də tərdiyim belə, biraz mədənlidir, ehtiyac yoxdur. Özgə kim var tanıdıqlarımla. Yəni, əksəriyyətinizin adınız bizim evdə, yəni, Leyla deyirdi ki, aşiqə, elə gündüz axşama kimi gördüyüm adamlardan biri, Paşovkada yaşaydı. Yəni, hamımızın adı bir bizim evdə hallanırdı, yoldaşın danışıq xatirələrindən, filan vaxtı, filan yerdə, filan şey oldu.
dərsdənmi, nə bilim mən, dərsdən sonra mı? İndi ən əsası bizim Şəmsdə müəllimin qızı Süreyya xanım. Biz ikimiz bir yerdə oxumuşuq. Sinif yoldaşıyıq. Mən ormada oxumuşam. Şəmsdə müəllim mənə dərs deyir ki, Süreyya bilməzdə, axırıncı yerə biz olduq oranın buraxılışı. Görəm o məktəb nə tər dözdüyün gəlir ki? Şəmsdə müəllim bizə dərs deyirdi, özü də əmin Əli ilə də dost idi. Deyirdi, Talif oğlu, özü də bana deyirdi, Talif oğlu, əmin Əli ilə dedi, dost ama sənin dedi, onun xətrinə əzza dəyəndiyəm. Hə, bəyəklər, bizim uşaqlardan Zəlimxan idi, bir də Bahar idi, sizin ikisi. Mən onun adaydım, tək idim orada. Yəni burada belə götürəndə təkcə sizin yubileyinizdir, bizə də yubileydən pay düşür. Hə, valla. Canınız sağ olsun, gözəl təşkilatçılığa görə, valla, bana dedilər, mən çox şad oldum. Mən nə yedi verəm, özü də Mehmet də orada sipariş edeyim ki, al ya. Ona deyil, Leyliyə deyilən yoldaşlı da gəlsin. Dedim, onsuz da mən giderim, getməyə ehtiyac var. Yox, mən yorulduğunda sözü, canım başına dedim, şu an bir yerdə işləmişik, Yəni, işləməsək yəni, elə, bizən Akifin özünü... Ama öyle büyün, 28'inde olmağı da sizə görürlər. Ay, sağ ol, ona gəlirdim mən. Mən elə axşam, gecə növbədən çıxmışam işdə. İstədi 27-sinə salaq, sonra bizdən gəlirdi, dedi, yox, hakimə, 28-sinə gəlir. Yok, 27'sine alınmaz. Hə, o şimdi canınız sağ olsun. Akiflə məsələn, kənddə görüşürük. Kəndə gedib gəldikcə. Yəni, gerdə qalan valla bəyəklər deyirəm, məsələn, Usufla... Görüşme yok, gelir iş yoldaşı olur. Ama öyle sen her şeyden alsa sen Allah sağlasın. Neyle hava evlenmişler, neçə uşağı var, ne işe bakıyorsun. Usufla da O Leylan da. gənclik görüşürük Leylan var. dansa deyək. O Leylan da. Indi qoy deyim də belə. Qoy deyim, niyə? O O şimdi, Leylan da. mənim evlənmə məqamım gəlibdi. Anam deyir, evlən. Mən də dedim ki, ana, oxumuş alacam. Ekenim koydu. Aparayım Leylan. Dedim, ana, oxumuş alacam. Mən dedim, savadsız almayacağım. Ay, anam deyir, da yetim. Mən sana oxumuşu hardan alayım? Mən də təzə qutarıb gəlmişəm texnikumu. Bir də dedilər ki, bəs filan kəsin qızı gəlib, bizdə müəllimə işləyir. Dedim, yox görüm, bunun gedim aşağı, elinə uzununa baxayım. Gəldim, baxdım. Mənim üçün orada məsələn maraqlı deyildi, xun. Mənim üçün onun oxumağı və işləməyi maraqlı idi. İşləməyi də o qədər yox, əsas oxumağı. Nəyi? Qabiliyyəti. İndi o savad oxuyub qutarıb ki, onun ağlı var, savadı var. Mən də gəldim, baxdım bunun elinə uzununa. Dedim, bu mənə dedi, qapının ağzına gəlib hazır məhsul. Bunu kim əldən verir, qulaq. O şimdi da Zadruşlara rəhmətli işləyirdi. O da bizim kirvəmizin yoldaşıydı. Şu mağaraya adam sağladı. İndi bu məni görmübdü. Hardan şey olsun, məni görsün. Bir də səhnənin Ramizi. Yolçunun oğlu. Onunla beraber oxumuşuq Yerevanda. Araslanımın hepsi o. Hə. Ramiz. Bir də bizə gəldi. Gəldi, o şimdi danışdıq elədik, dedi ki, Hepsi olursa. ay dedi, Leylan dedi, bana bir qız deyibdi. Gidək məktəbdə ona baxaq. Üzr istəyirəm, ona cümlə də səhər tezdən beraber gedirik Söğplağa. Ramiz də gedir, rəhmətə getdi, Mübariz adlı bir oğlan. Söğplaqda bilmirəm, tanıyanınız var ya. Mübarizin toyu. Səhər gedirik. Söğplaqlı mı alır? Yox. Mən dedi ki, mən də gəldim. Səhər gedirəm, mən dedi ki, Leyla, qadın alım dedi, mən də nə işim var, tanımıram. Ramizi tanıyıram, Neyman oturdu tərəfdə uçurlar. Avtobusda boşdu, Dəymuzlu. Deyir ki, Aleyla, nənəm qocalıb, elə bir mənim evlənmək vaxtımdır. Bir qız deyərsənmi? Dedim, hə, cəməkdir, dili qızı qızlar var, nə olur? Dedi ki, Ameli ilə bizə simsar. Dedim, hə, yaxşı, indi adını deməyim, Maifdir. Sonra o qızı nəri ilə mənlə işlədi, beraber işlədi, İsa dəvət. Hə, dedim ki, bax, elə yaxşı qız üçün. Allah'ım bir də dedi, yaxşı gələcək. Bir də Məhəmməd müəllim, Allah onu da rəhmət eləsin, minnət ol Məhəmməd. Məhəmməd müəllim gəldi ki, dedi
ki, Aleyla dərsdən neçədə çıxışdan, dedim 12-də. Allah bir də Məhəmməd Məlimcə dedi ki, 12-nin yarısında, 12-nin yarısıdır. Dedim, Ayrəm, sən ölürsən, dedim, o barizin toyuna. Dedim, onda 12-nin yarısında, dedim, neçədə çıxışdan, dedim, 12-də. Bir də bu Məhəmməd Məlimcə dedi ki, Leyla, sən bir oğlan çağırır, deyir, Leyla cının kəndisiyəm. Allah zaldan belə baxdım ki, yanında bir oğlan var. Sen demə yoldaşımdır. O da mən tanıyıb eləmirəm. Dedim ki, Məhəmməd mənim qadan alım, getdiyinə ki, Leyla gedib. Dedi, niyə? Dedim, uçundur ki, mən onun yolda çıxıram. Ramizin yanına gedərəm, ama bu yolda ki. Dedim, getmirəm. Dedi ki, niyə? Dedim, Məhəmməd mənim, elə şey var ki, yazılmamış qanunlar var. Qanunların hamısı yazılmayıb. Mən dedim, yox, mən çıxmıram. Dedi, yaxşı Leyla, bunlar da mənim xətirimi istəyir, 27 kişidir, bircə mənəm. Harda səhvdiysə stop. Yox, hədiyyə yox, yox, Allah düz Ben tutarlı şadiyim. dedim, yox, mən gelin duyar. Tutmadı qabağımızda. Dedim, nə tanıyıram, Tezə gəldim, unutdum, yenizi oturmuşdum, Məhəmməd Məlim gəldi dedi ki, sən səhv elədin. Amma Məhəmməd Məlim getdi, Ramizə dedi. Ramizə çıxdı getdi, dedi, Leyla gedib. Vallahi dedi, Leyla gedib, tez getdi. Dedi, niyə mənə söz vermişdi? Dedi ki, maşın düşdü, getdi, qardı. Buraya qədər qar, nə eləcək? Maşın düşüb, Leyla getdi. Mən də gəldim, otdum divanında, sakit otururum, yaxşı onu deyirəm, getmirəm, dəftəri yoxlayıram. Bir də Məhəmməd Məlim gəldi, heç kim yoxdur, bizə mən. Dedi ki, sən səhv elədin, çıxmadın, dedim, niyə? Dedi ki, sən istəyən oğlan deyil o. Dedim, mən istəyən nə tamam, dərsin. Dedim, bütün köp deyir ki, mesela oğlan sən istəyir. Dedim, deyirlər ki, qız önündə toydu, oğlan önü xəbəri yoxdur. Yox dedim, dedim, Allah oydu. Dedim, nə bilim Allah, yox dedim, mən ait toy dedim. Allah, bir də səhər bizim bu tarihi el müəllim, Müslümün oğlu. Gəl dedi ki, abacı, bu da məndən işləyirsə yoxmazda. Çıkmışsa mənə dedi ki, o sən istəyib elə. Dedim, mən heç onu tanıyıram ki, o kimdir. Tanımadığım bir adamda mən elə, pis qız olsam çıxardım da. Dedim, yaxşı da, sən demə, bunlar elə öz aralarındakı bilməsin. Belə bir məsələ olmuşdur. Kaçırdıklar. Ne kadar Doğru söyler. sakla. Ben de İş bir gəldi, çıxdı, Ramizlə getdik məktəbə. Ramizlə getdik məktəbə qabağında dururuq. Elə danışan haqq hesablar, bu çıxır, məktəbin içindən baxır, görür ki, bizə. Ki, Ramizin yanında da bir nəfər var. Bu kim? Şimdi bu çıxmır. Bizə bir xəbər gəldi ki, Leyla gedibdir. Ramiz dedi ki, elə şey olmaz. Bu məni ümid edib ki, gəlməlidir. Çıxıb ki, bununla görüşməlidir, qızı məktəbdən çıxanda göstərməlidir. Nətər oldu? Sən demə, mənə görə bunu deyiblər ki, bəs filankəs, sən istəyən oğlandır. Bu da gəlməyibdir. Orada ona deyiblər. Neyse, o dedi yolda o kariyerli söhbətində belə oldu ki, mən Göytəpənin yanında qoyun otarırdım. Baxdım, kariyel gəlir. Bu söhbət də uca şaxələmiş gedir. Mən də dedim ki, bu qarı benim qızıdır. Tək gedir, gəlir yolu. Yəni, adım da çıxıbdır. Yəni, bizdən anama da ümidin yoxdur. Gözüm bilsin, daha sonra anam da şükür adamıydı. Anama da ümidin yoxdur tam ki, bu razılıq belə verməyər. Yəni, bütün mal, qoyun, gölgə hamısı hazırdır. Anam razılaşmıyor ki, qardaşlarımın qızından ikimizi də mənə sorur. Mən də demişəm ki, mən qohumdan almayacam. Oxumuş olacam. Yox, sevilən bilir. Bitirəşmişəm. Anam baxdı, gördü ki, suyu bıçaq, su yedirəmiş, mən ipa sıxma yatmıram. Axırı dedi ki, get kim istəyirsən al. Dedim, razılıq verirsən. Dedi, hə. O şimdi Rüfərə dedim ki, başla fəaliyyətə. Rəhmətlik, o şimdi işləri düzdü, qoşdu. Dedi, geride qalan səni, mən həll edəcəm, evdən çıxardım. bir ayağıma bakmışam, içime götürüp atım. Getdi, Zada tarihinə də ona görə dedim ki, bu qarı belin qızıdır, gedib gəlir yolla. Ama öyle ders oydu. Hə, gedib gəlir yolla. Dadı qaçır. Daha şey olmasın. O şimdi nəsə, razılaşdıq,
Ruslara məsələni həll elədi rəhmətli ya Şərəfdən Kədər. Ruslara qiyabı. Hadi kaçacak diyor. Götdük, qaçırdı. Bax bizim evlənmə belə oldu. Çox sağ olun valla. Mənim üçün çox xoşdur, elə hamımız üçün. Sen axırda onu deyil ki, Leyla'dan razısan da Razıyam. Elə bax, burada oturanların hamısından razıyam. Allah canınızı. Şahidiniz olubdur. Şahidiniz olubdur. Qonşunuzda Süreyya xanım. Mamam oğlunun da yoldaşıdır. Mehmet müəllim, mən mamam oğlunu verəm, xəbəri vardır herhalde. Mehmet müəllim də mən mamam oğludur. Allah ona da rəhmət etsin, Şərəfdən Kənar qonşumuzdur. Şahidimizdir, yəni elə, o da məsələn, Aşıqə də indi burada Bakıda qonşumuzdur, görürük tez-tez. Yəni uşaqların hamısından çoxlan işləmişəm. Dana hamımızı bir-bir tanıyıram. Allah hamımızın canımızı sağ eləsin, günü təşkil etdiyimizə görə. Məsələn, Süreyya xanımdan 2 il bir yerdə oxumuşam, İlməzdə. Bunun özü məsələn mənim üçün böyük şərəfdir, xoşdur, gəldim, gördüm. Yəni sağ olun, hamımızın sağlığınız olsun. Mənim üçün çox xoşdur, canınız sağ olsun bu gün təşkil edildiğinizə görə. Ay Mehmet kardeşim, icazə versən bir şey də danışalım. Sen yerimde ver. Sen sürüsüne var ol. O yüreğinden keçir. Sonra ona gəlində Yox, danışacaq Allah sinema desək. Mən Süreyya bacım, Əflənmin qızı. Allah sən sağ kamera qardaş. Orada gör mənim Süreyya bacımın həyat tarixçəsindən neçənci ildə nətər olub. Amma qısa hamımız intervyu çəkdik. Bir canlarıyla danışa. Danışa. O tərəfdən. başqa oturaq. Ben dediğim o kadın seni olsaydı. Akıllarım yaksa yerler. Bir şeyde de evlenmişik yetine. 77. ilde evlenmişik. Üç oğlum var. 3 oğlanım var, 3 oğlum var. Allah sağ olsun. Üçü de evlidir, 6 nevem var. Min şükür uşaqlarımdan çox razıyam. Allah korusun. Yenidən həyata başlasam belə həmən övladları arzuluyaram özümə. Allah bütün balaları saxlasın, içində də mənimkilərini. Yaxşılıqdan başqa da heç kimə bir pislik keçib eləməyib, nə yoldaşıma, nə özümə. Özə nə deyim, Allah ömür versin, Allah can sağlığı versin. Məhbub xanımın qızı Süreyya. Elə biz də 78-də evlənmişik. Düzdür da. 78-ci ildə evlənmişik. 2 qızım, 1 oğlum var. 6 dənə oğlan nəvəm var. Allah hamını bizi kimi xoşbəxt eləsin. Yoldaşımı sevirəm, o da məni sevir. Balalarımı da sevirəm, nəvələrimi də sevirəm. Sağ olun. Allah sizi xoşbəxt eləsin. Salam hər hamınızı. Xoş gəldin deyirəm. Mən də 75-ci ildə ailə qurmuşam. 4 balam var. 4 balam var. 1 oğlum, 3 qızım var. 10 nəvəm var. Nəvəmin 4'ü xaricdə oxuyur, 4'ü burada institutda oxuyur. İkisi hələ balacadır. Xoşbəxt, gözəl yaşayıram. Hamısı evlənib. Yaxşı ailə yəsidir. Çox sağ olun. Mənim Leylan baxdı, indi səhərsinə. Ben de bu kızların sözünün davamı elə Söyüqbulaqda müəllim işləmişəm. Deməli 82-ci ildə təyinatla getmişəm. Orada da yoldaşımla ailə qurmuşuq. Bir oğlum, bir kızım var. Mən də balalarımla razıyam. 4 nəvəm var. Hərəsinin bir oğlu, bir kızı var. Mənim də ailəm xoşbəxtdir. Sadə, gözəl ailəm var. Və mən də ailə xoşbəxtliyi yaşamışam. Nə bilim, hamının da balasına bizi kimi gözəl ailə nəsib olsun, qismətlər olsun. Mən də razıyam. Ben 81-ci ildə getmişəm. Dimanis rayonu Saatlı kəndi. 2 oğlum var, Allah başlatan versin, hamısı balası. 2 nəvəm var, biri evlənib, oğlum, amma biri evlənib. Və xoşbəxtəm. Balalarıma görə də, nəvələrimə görə də, getdiyim yerə görə də Allah hamını evləyirsin, şen eləsin, Allah əmət, can sağlığı versin. İçin mən qarşıq hamıya. Sizə də, çəkənlərə də, yiyənlərə də, içənlərə də, burada kim iştirak edir hamıya. Xoşbəxt olsun. Mən də ən əvvəl bu tədbiri təşkil edənlərə
Teşekkür edirəm, minnətdaram. 50 ildən sonra bir-birimizi, biz uşaqlar, indi uşaqlarıq bugün. Bir-birimizi gördük, sevincimizin həddi yoxdur. Mən də 1982-ci ildə ailə qurmuşam. 3 qızım, bir oğlum var. Hamısı ailəlidir, 9 nəvəm var. Böyük nəvəm birinci kursda oxudu, ikinci kursa keçirdi, ikinci kursda. O birisilər orta məktəbdən hələ 11-ci sinifdədir. Mən də xoşbəxtəm. Allah hamınıza can sağlığı versin. Minnətdaram. Ölənlərə Allah rəhmət eləsin, qalanlara can sağlığı, pis günlər gerdə qalsın. Həmişə üzünüzdə gülüş olsun. Bir də Həmrəylik bayramı və yeni münasibətilə də hamınıza ailəlikcə təbrik edirəm. Bol bərəkət, ruzi bin bərəkət. Sağ olun. Mənim qardaşım Araskanın bacıdan baxsın, sonra burada baxsın. Mən 1977-də ailə qurmuşam. Üç oğlan, bir qız. Üçü də ali təhsillidir. Uşaqlar da institutda. Nəvələrimin 6 nəvəm var. Mutlular yaxşı işləyir, mikrofon Deyil. Sən də ailəmi dedin. Dedim tuardı. Dedim tuardı. Hamilə. Allah söz hakkı. Neçə ay uşağım var onu deyə ailəmi. Baba de. Yox, sağ ol. Ürəyin nə istəyir danış? demək istəmədi. Xəstədir biraz Lazım Neçə uşağın var onu deyil. Damla xanım deyir ki, mən əvəzindən sən danış deyir. Hamı kimi mən də xoşbəxtəm, ailəm var, uşağım var, bu qədər. Əgər səsim çatar hər Biz qoçəsiz. narahat olma. Demək olar ki, sinif yoldaşlarımdan hamıdan gec ailə mən qurmuşam. Səbəbi də kənddə olanlar bilirlər niyə gec ailə qurmuşam. Amma qurduğum ailədən də yoldaşımdan da çox razı olmuşam. Çünki elə bir insan ümumiyyətlə olmaz. Olmazdı. Təsadüf elə gətirib ki, ikimiz də ayrı-ayrı yerlərdən olsaq da kəndimiz Qızıl Şəbək idi. Sizə hamla uzağa da mən düşmüşəm. Siz yana. 3 uşağım var. 2 oğlum, bir qızım var. 5 nəvəm var. Uşaqlar azdır. 2 nəticəm var. Nəvəmin biri Ankara'da Tibb Üniversitetini burada qutarıb, orada artıq internatura orada keçir. Nəvələrim hamısı çox şükür. Ailəm, uşaqlarım, nəvələrim, hamısından çoxlarım. Təkcə hamının elə oğlu, qızı, nəvələri olsun. Çünki onlar hər vaxt mən çox razıyam. Sizdən də Ay Məmməd, Alı, Suraya yada sağlıqdır. Allah sizdən də razı olsun ki, 50 ildən sonra bizi bir yerə yığdınız. Əsas. Yəni, 50 ildən, burada artıq hamı balaca uşaqdır. O məktəbdəki cürə-cürə hadisələriniz yada düşür. Qaldı ki, bu Leyləngilin kəndçiləri, bu söblaqları mən uşağım söblaqda keçib, sonrası da söblaqda keçib. Onların hamısını bildiklərində, bilmədiklərində hamısını mən bilirəm, sonra yavaş-yavaş deyəcəm. İnşallah. Yer gəldik. Yer gəldikcə mən. Mikrofon verin. Hamınızı salamlayıram, xoş gəlibsiniz. Bu şey bizim bu 50-liyimizi təşkil edən kimi eləyib də Allah onun köməyi olsun. Bizi şahlıq illərimizə qaytarıblar. Hamımızdan qarşıdan gələn Yeni il bayramını, bir də Azərbaycanın Həmrəylik gününü təbrik edirəm hamınızı. Mən də 1979-cu ildə ailə qurmuşam, 5 uşağım var, 12 nəvəm var, bir nəticəm var. Ailəmdən də çox razıyam. Hamınızın canınız sağ olsun. Nəvələrim, o böyük nəvələrim, qızın uşaqları institutu qutarıblar. Qız evlənməyib, amma oğlan evlənib. Bir də bir oğlu var. Hamınıza nəticə qismət olsun. Amin inşallah. Xoşbəxt olsun. Sən nə demədin ki, mənim toyumda Rəşid oxuyur? Vallahi. Gərək onu İkinci dəfə çalışanda deyil. qırmızı ruçku ilə, böyük hərflə
Yazsınlar. Sağ olun, canınız sağ olun. Sağ ol, xoşbəxt olun. Gözəl. Amayqa sən də durmuş. Mən də sunu yerine danışıyorum. Ne danışıyorsun? Mən də bütün kollektivimizə xoş gəlibsiniz. Bir yerdə olduğumuza çox sevindim. Sağ ol. Təşkilatçı olduğumuza görə Möylən, sən, Sulaya hamınızı çox istəyirəm. Bütün məndən 2 sinif qabağı olurdular bu uşaqların hamısı. Mən onların hamısının xətrini çox istəyirəm. Qardaş bacı kimi bilirəm hamısını. Allah razı olsun hamısından. Canı sağ olsun. Hamısını yığılıblar, təşkilat ediblər. Biz də gəlmişik. Mən də bağışlayın məni. Biz də 80-cı ildə evlənmişik. 2 dənə uşağımız var. Hərəsinin uşağı olub, biri rəhmətə gedib nəvəmin. Yox, qoymuşsa. Hərəsinin 2 oğlu, bir qızı var idi. Biri rəhmətə gedib. Amma sağ olsun nəvələrim də, oğlanlarım da sağ olsun. Heç vaxt bizi parvalit eləmirlər. Yaxşı ailədirlər. Bir də böyük nəvəmi də evləndirmişəm. Gəlin də gətirmişim şükür Allaha. Allah hamısına qismət eylesin. Allah can sağlığı versin. Su da sağ olsun, vallahi heç vaxt məni incitmir. Heç vaxt məni incitmir. Birini tapmışam, bunu boşayacağım, onu alacağım. Özde məştağalı. Məni heç vaxt. İndi kollektivə küfr dən elədi. Bir balaca arasını dəşək özüm zarafat edirdim. Yox, vallahi heç vaxt. Məcbur olur. Allah mənim qaynanəmə rəhmət etsin. Qaynanəmin sayəsində biz hamımız ev olmuşuq. Vallahi mən heç vaxt. Allah xoşbəxt eləsin. Allah razı olsun. Çox sağ olun. Vallahi sağ olun. Siz də sağ olun. Allah razı olsun. Akirvə təhsili heç yanqıranı demək sən edirsən. Bax, mənim əmim qızı, əfləmin qızı Suraya bizə Mən heç bir söz dedim. Yox, ideya verib. Sən də Allah sağ olsun, sən də quvvat verdin bu işə. Allah sən də canını sağ eləsin, sən də bəri vaxt təşkil edədik. Mən bəxt duyğulandım ona görə ki, xeyli vaxt görüşməmişik. Az işləyik, 60 il. Bunu saymıram. Orta məktəbi 75 saymıram. Biz birinci sinifdən bəğəndi baxdıq ekranda adama bir təhər gəlir. İndi ölənlərə Allah rəhmət eləsin. Qalanlara can sağlığı, təzəlimizi, hamımızı qoy yaxşı gəlsin. Gözəl olsun. Allah hamının uşağını, oğurlu, nəvələrini, ləhcələrini gözəl eləsin. Sağ ol. Sağ ol. Mən də səslərini, neçənci dövləm bir şey yox. Sən məndən soruşursan, mən Rəhmətlik Veysən bir gün İsa daima deyir ki, Səlmazla gedirlərmiş. Deyir ki, Aveys dayı, bu da deyir, çaxıldana bizdə qalır. İndi bu da ilməzdir, bizdə qalır, Suraya. Allah kimə? 2 qızım, bir oğlum var. Qızımın biri İstanbul'da yaşayır, biri də ictimaidə işləyir, bəlkə görür eləyəsiniz. Elnara Məhmətli mənim qızımdır, oğlum da ki, Allah hamımızın uşaqlarını sağlasın. Güncül vahid bir işi var. Bu sizdə qalır. Allah sizə can sağlığı versin. Mənim işimdəki əvvəllər rəşidlə işləyirdim. Sonra işimi dəyişdim. Mən işləyirdim ha. Mən hörmət mərasında deyirəm ha rəşid. Allah sənə sağlasın. İndiki işimdə başqa işdir. Allah hamınızı sizinizə aman gələdin. Çox xoş oldum ha sizi görmək. Sağ ol. Çox razı olun. Sağ ol. Mən də özüm haqqındayım. Mən də 87-ci ildə evlənmişəm. 2 dənə oğlum var. Biri Almaniyada yaşayır, biri buradadır. 5 dənə nəvəm var. 3'ü Almaniyadadır, 2'si burada. Maşallah olsun, hamının nəvəsi, nəticəsi. Mənim nəvəm hələ 1 yaş 8 aylıqdır. Evə gedəndə onun gülməyi, onun danışmağı, qabağıma qaçmağı insan üçün milyona dəyər. Allah hamının balalarını, nəvələrini saxlasın. Arzu edirəm ki, hamının ailəsində xoşbəxt eləsin. İndi bizim nəşq qardaşımız Sasmanı qoyacaq. Deyil, sivariş. Hala qoy, sözlərini desin, onun sonra. Açıqda deməyəm. Maqadanın böyrü üstə yıxdı, gəldin, buraya indi də danışın. Açıqda, Maqadanda qızıl qoymadın, əməli başda danış görürəm. Bütün hamısı yıxdı. Lazımdır, elə sən bizə belədir görürsən. Belədir, belə. Bana çok hoş oldum. Hamıza hoş günler, hoş hayatlar diliyorum. Həmişə Rəfqə məktəbdə də mehriban olsun. İndi də davam edəcəyik. Gənc olsa çox rahat olur. Görməkdir. Abi də soyunaq bağlı olmalı. %50
Bütün sinifler yığılır. Komşu sezilmez. 25 il bizi tərcəmə Sakit olun biraz, bir sakit. sinif yoldaş. Qaldı ki, 2 oğlum bir kızım var. Aşırı. 4 nəvəm var. Əyləş qoy o danışsın qutarsın. Laçın, Xədicə. Markado suyu. Rəqsdən başlamışdı. O Zeytqan arvadı o da alınmadı. Lakin indi sən sözünü. İndi sırrını deyil. Hə, bağışlayın, mən biləcəyim. Şuraya da buradan deyiləm. Orada bir kısmet çörek verirsen kesin utansacak. Şimdi baştan sadece kesmeye onu verir. Ona da verin var. Tanış. Danış açık danış. Hamımızı xoş gördük. Sağ olun. Sağ olun, deyirlər təşkil. Geçmişsiniz. Birinci məktəbi biz qutarmışıq, axırda yığılanlar. Nə gözəl. 50'liyi gözlüyorduk, ona göre. Hə, bir 50'li oldu. 50'liyi gözlüyorduk, ona göre. Лучше поздно, чем никогда. 82-ci də evlənmişəm, 2 oğlum bir qızım var. Hamısı övlüdür, 4 nəvəm var. Böyük nəvəm ali təhsilli olmuşu da qutar məktəbi. Allah'ım Şimdi de canı sağ bilirsiniz, eylesin. mal doktoru sadece. Ona da Zaman Evet, başlayayım. Bugüne çok şükür biz yine aldık. Tüm sinif yoldaşlarımızı hamısını gördük. Çok sevindik. Bir gün akşam evde oturmuştum. Heç kim yok idi Xunada, hamı getmişdi eve, oturmuşam Xunada, televizyona baxıram. Baktım zəng gəldi bir nömrə, tanımıram. Ha, bu kim ola? Dedi, tanıdın, dedim, yok. Dedim, kimsən, dedim, qayıtdı, dedi, ay yetim. Yetim dəyin kimi bildim, dedim, elə yetim səndən, mən də ikimiz də yetim. Nə xeyir işdi? Dedi, bəs belə, 50'liyə uşaqlar yılları yoxduruyor, dedi, mən 250. 250 mən razıyam, ay neçə əldir görmürüm, aşiqəni görmürüm, laçını görmürəm. Səni bir dəfə görmüşəm, Pakizləri görmürəm, Surayanı bir dəfə görmüşəm Naxçıvansında. Surayanı görməmişəm, Arasanı görməmişəm. Emanova bir şey, Kamilə də ki özümüzün adamdır, akşama kimi görürük. Surayanı şeydə görmüşəm, Naxçıvansında uşaq hərbidə oxuyanda. Bayaq hərbidə oxuyanda orada işləyirdi, onu da görmüşəm. Deməli, 80'dən ailə qurmuşam, 2 oğlum var, 2 gəlinim var. İmkan vermədə qoydu. Oğlumun birinin 3 uşağı var, bir oğlu, bir kızı. Birinin də küçüydü, biri rəhmətə gedib, Maya deyən kimi şeydir. Bir nəvəmi də evləndirmişəm, maddi elliyə bir eşin hamısını həll eləmişəm. Bu, Mehmet deyən qayda, həyətə gələndə nəvə qavama qaçıb, baba sürpir salıbsa, yalandan deyirəm, abala, heç nə almamışam, pulum yoxdur, söz edir. Elə sürpir istəyən kimi cimmə girək ki, görün babam nə alır. Zamana şərəfdə nə? Onun özü çox böyük şeydir, Allah'ın olsun. Elə ki, qavama qaçanda həqiqi sevindiyimə bilmirəm neyini. Cənə siz çox xoş oldu görməyimə, Allah sizin hamısının canını sağ eləsin. Sağ olun. Mənim qardaşım o sonradan gələn amma Danış. Biraz sözlərvidir. Demək var, inşallah bir bakın bir olur da. Masazırdan gəlir. Paşa dedim, mən özüm aparacam oğlum. Məsələn, avtobusla gəldim, tez gəlir. İndi gəldi. Bu gün həqiqətən gözəl gündür. 50 değil, çox böyük bir belə, yarım əsr. Amma elə bir dünən olur. Dünən özümü analiz edirəm. Deməli, elə bir ki, bizə o zaman şeyə baxırdıq, köməkdə də Neves kinosunda. Belə deyildi ki, elə bir müharibə nə vaxtsa olub da,
Bizdən uzaq. Hə, yox. Daha da uzaq. Amma belə baxanda baxırsan, hə 45, və 55. Hardasa 10 il belə fərq bizə o vaxt il görmür. Amma indi 50 il. 50 il balaca bir şey görsənir. Yarım əsr kimi bir şey. Bir də bizim uşaqların xoşbəxtliyi ondadır ki, bizim dövrdə biz o məktəb yaşlarımız dövründə biz çox gözəl həyat olub bizdə. Nədən? Əvvəlki nəsillər biraz həm kasıb idilər, nə idilər. Bax, bizim məsələn qismətimizdən biz məktəbində bir şəkilə baxırıq. Demək, Süleyman müəllim oturub orada, hamısı topuş, qəşək, sizdə də var yəni. Geyimli də. Dolayısıyla biz yaxşı bir şeydə, dövrdə, məsələn, oxuduq məktəbdə, ata-anamız hamısı qazanırdılar, pul var idi də. Ondan sonra da ki, belə bir dövrdə, bu da həqiqətən gözəl bir dövr oldu. Məsələn, bu müasir texnologiyalarda daha qəşək dövrə biz düşdük. Ona görə də hamımızı görməyə çox şad oldum. Həmişə belə əvvəldən prosto təşkil edib, belə eləmək lazım. İndi alı yaxşı şeylərdir. İrəli düşdü bu işi təşkillədir. Hatırlayın. İndi mənim sözə qaldı. Həqiqət qoçaqdır da, mən bilirsən nə təyədir? Məsələn, burada elələr var, məsələn, Suraylardır, Pakizərdir, sonra bizim gəlin Suraylardır, çox adamları biz görürük. Toyda, orada, burada. Amma belə uçturanda bu başqa məsələdir. Hamımıza can sağlığı, xoşbəxtlik, hamı yəqin ailələrini tanıyıb bilir. Məndə də iki uşaqdır, çox adam tanıyıb bilir, paşadır bilən Təbriz. Allah sağ olsun. Qız da yoxdur, bəlkə. Yox, Allah eləməsin. Gəlinlərin qızı. Yox, hər şey yox. Gəlinlər qız olmaz. Qız lazım. Gəlinlər sağ olsun, gəlinlər. 4 dənə əvvəldir, 2 oğlan birindədir, 2 qız da birindədir. Onlar da oxuyublar, işləyirlər, belə hamı. Qızsız tutsun. Xoşbəxtlik. Aman mən, icazə verirsən, elə Şirzat gəlib deyiniz, Şirzatla bağlı bir şey danışır. Aa, da var. Görüm yadımda bir şey. Deməli, qonşu Alıcırəzada gəlir, kitaba nə bilim, dərsdən zaten didişirik, o vaxtda çəkmə moddadır. Beləmi çəkmə? Yox, mərsədçimə kim ucuzdu, əlindən nəsə aldı, ucuzdu. Şiriklə çəkişdik. Alıcı deyildi, nəsə bilmirəm, yığışmışsa qoraya, çəkişdik. İndi ikimiz bir sinifdeydi, yalı ayrı sinifdeydi. Gəlmişik, Musayev müəllimdən bizə kimliyi də Musayev müəllim keçir. Hamda bilir ki, Musayev müəllimdən də hamı qorxur. Şirik lövhədədir, şirik deyirdik, Şirzat lövhədədir. Nəysə, bunu yaza bilmədi, lövhəyə bunu yazmağa mən çıxası oldum. Mən, bu gördü ki, mən çıxıram, meli oradan götdü. İndi götdüm, mən məcburam, hamda bilir ki, Musayev müəllimin dərsində heç kim dinlənməyəcək qorxusundan. Mən bunu, meli bundan alsam, mən ucuzmuş olaram. İndi biraz durdum, əlimi belə qoydum, belə qulağına fısıladım ki, aşırı. Yadımdadır, meli ver əlimə. Musayev müəllim deyildi ki, öpdüm uşağı. Qoydum mu ben? Yox, meyl daha dedim, axı yadımdadır. Yadımda dedimsə qutardı, meyli verdim məcbur. Ben de yadımdan Sağ bir şey deyim, mən sizinlə oxumamışım. Hə, 9 oldu. Mənlə oxuyan Leylan oldu. Hüseyin müəllim mənə dedi ki, coğrafi dərs istəyirdi. Dedi, tamir adalarını göstər. Mən tamir tapana qədər bu necə çoğuna kələmə vurdu. Tamir verək tezi tapmışdı. Belədən belə edirdim. Allah zərfət deyim. Gəldi babama dedim, haya, ağlayla danışıyım. İlyas müəllim məndən nəsə soruşur, əlini Leylan qabaqda otururdu. İlyas müəllim əlini belə qoq, Leylan başını buradan belə çıxardı, madiyədən biz oxumurduk elə. Yalandan deyim, yaman oxuyduk, yox. Bir də İlyas müəllim Pavarot eləndə Leylanın başı İlyas müəllim qoçuna qaldı. Elə İlyas müəllim, kendi oğlum yetirlər, kötüyümlə tutdu, ikinci daha.
Leylanın zəhməti çox olub bizə. Allah sizin hamınızı var eləsin. Sağ olun. Al, otur orada, al. Ha, pişirin. Gələ. O ağır. Ha biraz. Ağaçdan gelsin başıma olacaq. Ha başda bununla beraber çıxmışam, zəhləşdim. Bununla beraber çıxmışam. Yaxşı vaxtdayım, sən hələ yaxşıdır. Al Yasemen diyecektim. Nə bileyim, Yasemen biraz. Rüstem araba şuraya dinleyelim. Ben talebe yoldaşım. Şimdi dersi bilmiş dastan kalan. Dastan kalan da Hayır ben de. Hamınız mənim bacımsınız. He vallahi. Vallahi. Çoxudur, hələ düzəltməmişim, biləm ki, nətidir. Hayır. Arvadlar yok. Bacım. Bu da mənim əmin qızı. Dakanı yoldaşı Rus'tur. Tam veriblər. Şəreyləri salma. Kopya olur. Elə köhnə. hemen öyle bir Şöyle bak. Aynen. Eğer Bakıya gəlmədə Şükürman ağabey müəllim adam deyir, nədir? Deyir, Ruska Miteyev o vaxtda Ruska... O da qağam gəlmişdi. Deyir, bizdə qağası şey... Mölde gelmişti, çok geçen Şarkı de var Ruska. Ruska. O da doğuradı getirdiler. Deyir, ağabey müəllim, ben ona yanılmıyorum ki deyir. Hiç yardım. Süper oturdu bu. Öz Allah'a Erdoğan. O benim o gün yaşlı Ruska. Sofrası var, tuzu var. Leyla O geçen çıkanda Şefkat geliyor. Bir sonra yanında çıksanız. Yani Görüş olsa o dedi. Allah burada şefek verir. Bizim içimizde en çok var. Ben de indi müsait diyor. Ben dedim bu yaz memnun olacağız. Ama Allah hamınızın canını sağ eləsin. Deyirəm, ailə ilə, deyirəm, nəğmə dərsinə də qulaq asaq biraz. Yok öyle.
Mənim qardaşım sözü veririk bizim alı qardaşımıza. Yox, öz evlənmək şartında. Danış da. Yadından çıxır. Danışmağa qalsaq o qədər şey danışamam. Biraz danış. Danış. İkimiz bir oturup, burasında da zil. Biz kalırdık. Bu zilin kalkamız demiş. Biz tek yok. Boy balata görmüş burada. Gəldik Bakıya. Xoş gəldin. Həmişə sən gəlirsən. İşlədik, çalışdıq, çabaladıq. 3 uşağım var. Bilirsən də, 2 qız, 1 oğul. Üçün də oxumuşam. Qızım müəllimədir, böyük qızım. Balaca da meslektir oxuyub, oğlum xalq təsərrüfatının maliyyə mühasibatları ama işləyir, başqa işdə işləyir. Şükür, işlədik, çalışdıq, çabaladıq. 3 dənə evim var. Şükür. 1 dənə həyət evim, 2 dənə zdaniya, birindən oğlum 4 otaqdır. Biri otaqlı kirayədədir, biri Qabratda. Nəvən? 7 nəvəm var. Böyük nəvəm Türkiyədə cərrah oxuyur. Kiçiyim də 2 yaşım. O ki 7'dir. Allah şükürler olsun. 7 yaşında. Hamsın Allah. Yaxşısan, qalmayırsan, yox. Bizə baxanda... Yox da Allah qısmat eləsin. Sabaha kimi qoymuyor məni yatmağa. Gəlin qucağında yat. Təşkil eləməyə bunu yer çoxdan eləməliydik. 50 il keçibdir. 50 il keçibdir. Hə, 9-10 sizdə oxumuşam. Mariya, Fərman Allah rəhmət eləsin, rəhmətə gedib, Qəzada. Allah rəhmət eləsin. Hə, Mariya ki, Rusetdə yaşayır. Mənim özüm də 91-ci ildə gəlmişəm Bakıya. Ondan əvvəl institut qutarandan sonra təyinatla Rusetdə işləmişəm. 4 uşağım var. 3 qızım, 1 oğlum. Böyük qızım həkimdir, qan institutunda orada işləyir. Qızımın biri müəllimədir, o birisi də mistradır. Oğlum da ki, mühəndisdir aeroportda. Allah sağ olsun. 5 dənə nəvəm var. Allah sağ olsun. Böyükləri 10-cu sinifə gedir, ikisi birdə. O ən kiçiyi də ki, sözüm deyil. 6 yaş. Yox, 6-dan... Yəqin müsəqədə də qocalmışsın. Qocalmışım da. Nə qoşalsın, qoşalım. Hə, bu qədər də. Sağ ol, Aycan, Allah şifaman verin. Bu sahət haqqında qısa bir məlumat verin. Həm qohumdur bunu, həm də ki qonşu olmuş, həm orta məktəbdə oxumaqdan başqa. Bu Omar üçün də qalırdı, mən də evimizdə, Veysel Dağı'da qalırdı. Günümüz yox idi, hər gün dalaşırdı. Ama dövürdüm bunu. Bir de onu özüme xoşbəxtlik bilirdim ki, bir şey eləyəndə dövürdüm. Açıqda götürürdüm, bu ikisi bir olurdu, yalamalaşır. Bir-birimizə daş atmaq, yalamalaşmaq. Nə yolla gedən şeylər. Zabratda. İndi Zabratda sən tutur, mən bir tər eləyəcəm. İl yarımdır qalıram burada. Neftçilərdə olur. Axırıncı dəfə Laçınla mən Kalino'da görüşmüşdük. Məktəbi qutarandan sonra mən Krasnodara üstə gedirdim. Mən də birinci dəfə. Kalino'da. Düşmür. Özdə deyim, mağazində nəsə də sən də alırdın, mən də alırdım. Mən təsadüfən orada görüşmüşdük. Axırıncı dəfə. Böyle okuldan şeydir. Tabii yaşdır da, gedir. İndi Zabratda yaşayıram. Uşaqların arasında öz evləri var. Mariya ilə danışır, biz də danışır. Mən yox, yoldaşım danışır. Yox, Moskvada Sarat. Fərman. Bunlar Mixaylovka'dan gəlirdiler bize. Ama Maria'nın bacısı Tamara benimle konuşup yakındı. İndi? Evet, tamam. Mari ilə toyda mən şey elədim. Toxunun arvadını qohumu getmişdilər. Qardaşım. Sonra da deyir gəlmiş.
Onun hakkında bir o Kemal'ın evinin arkasında buz bağlıydı. Orada da həmişə belə fırlan düzəldirdi. Qamçı ilə belə vururdu. Yerli Fransız. Fizdiyel. Kim yadındadır bilmirəm. Bir tane de size bağışlayın. Anam bir nətər deyir sizə, tuman tikib da, burası rezindir, ayağı da rezindir belə. Əlində də yaxşı bunu belə vurur. Bu gəldi bir təklik. Yenicə durğuzdurmuşdu, bilirsən, belə vurduqca. Təhvin ömründə dağıldı. Dağılır götdüm dağılır. Şu axıl güzəlində bunu. Lövhəni qabarlar. Zıvana qolanda mən də qımılda belə dururdum. Qorxularından mənim gələnə qədər karta çəkər geri mən də Niye değildin Mayna Gürcistan'da bizi göndereceğim. Ben de su karıştım içinde elime çeşitli karıştım. Ben de Ailemiz sınıflarsa başına ne bileyim ben başıma uzun tarağımız vardı. Mürekkeplerimiz oldu. Şimdi bir eşyayla pazarı bütün kaç oldu. Şimdi Türkiye'den qohumlarımız gəlir. Baxdım bana heç nə gətirməyiblər. Arvadlar bölür, nə bileyim mən, neylon karışqa alayım var. Getdim bir balada portfel var idi. Portfeli eşələdim, baxdım belə sakızlar. Üstə də müğənnilərin şəkili. Ondan bir 30 dənə uğradım. Getdim qızların arasında sabahsı birini payladım. Gəldim aynı öydə xəbar verdim. Mayna birini çiğnədi, ikinci istəyir. İkinci çatmadı axı, kimə vereyim? Gəldi öydə anama xəbar verdi. Yarmatıyı götü dalımdan uzandı. Getdim öyünü, tüccəm girdə qaldım 2 gün. Qorxumdan gəlmədim öyə. Bizim derste otururuq. Ağlamın yoldaşı Yasemin məndən bir kurs qabaq oxuyub. Tələbə yoldaşı da onun arvadı. Mən gələndə. Bizim yox. Arıqlıdır, arıqlı. Bilirəm, indi mən Bakıda sənlə Bakıda üstə görüşdük da. Yasemin'in yanına bu hər vaxt gəlirdi. Heç olmasa çaydan verirdi. Yasemin də gəlirdi, mən sanırdı ki, alı gəlir. Mən də düşürdüm. Məndən produkt göndərəyirlər da, hinduşka, nəlim, ət, boşadan, faizdan gəldə boş. Al buna apar, filana ver, filana ver, yesemene ver, nəlim, filana ver. Yok, çok. Onlar çok.
Salanda bir də Yahya müəllim gördü. Sən dinlə kira bakanı. Mən onu fikir vermədim, Yahya müəllim görmədi, hə. Ay Allah, bir də onu gördüm, başıma nəsə dəydi. Gözümün üsküra birə qaçır. Ulduzlar, hə, ulduzlar qaçır, belə. Allah öldüm. İndi belə eləyir. Qarnıma da tutmam böyle. Baxırsan ki, harada gözəl qızıl gül bitir. Qan istəyirsən dərəsən, qanqal tikən əlinə batır. Allah sana rəhmət edəsin. Yaş, aşırı. Şirikin başı aşırı. Bu Hüseyin mənim rəhmətli iki alanları məktəbi radio qoşağında demirdi. Siz ondan uzaydınız da eyvallah açın qəhrəmasın 5 alı dilbeyicimizə diyor. Kendi içində üzü var olmuşdur elə. Danışın məktəbi radio qoşağı diqqət. Daha axşam savamız qaralıyıb burada. İndi oradan qız asistəndə tutanım eləydik ki, indi bir yavru olduq. Neyse. Vaqiflə belə qərara gəldik ki, da Pəhləv Vaqif ilə. Gecə qalxaqsa da o Bəhrəm mənim otağı girəcəkdə soğuduydu. Rəhmətli alsam qarol döydüm. Çıqqıltı eləyəndə yazıq da biraz dildən bitər idi. Dedi kimdir, hana deyir kimdir. Vaqif qavağa bir ləçən kimi şey gəldi. Yuxarı çıxdı, bütün məftilləri gördü, nəysə. Sabahı gördü, bir də sabah açıldı. Çalanları Hüseyin müəllim gəldi, məktəb ortağında zatdan gəlir, rəti qoşağı gəlib bizim adımızda. Fır, Bəhrəm müəllim çölə çıxır rəhmətli ki, görüb səs eşitdirmir. Eli heç nə yoxdur. Elə onunla da canımız qutardı. Yoxsa şey düşməz bir də qoşaq. Yox, ona da qoşaq isə. Ay şuna baxışları. Və sonra bilən oldu ki, Cəmaat elə yaxşı qolu hazır, qamışı körlüyü etmişdir. Çörək uğradıq, alımıza nəlir uğruq. Bir də bizim müəllimlər tutdu ki, uğurlar uğrardı. Mənəm, Vaqifdir, sonra Bəkirdir, Ənvərdir. 26'lar kimi bizim müəllimlər otağına sallar qıqırırlar. Elə də, Saxan müəllim rəhmətli adam belə dördü. Elə içməyir. Elə tutmurdu. Elə vurmaq yox. Belə. Saxan müəllim. Kifayətin kredinə deyib qalpası olmuş. Bizi tarih dərsində Hümmət müəllim saxır ki, dərsə sonra qalır. Getdik postala, oradan da rəhmətli arxa qapıya çıxıb. Getdik oradan qalpasa sürəsə kötdük. Sonra da bildilər ki, biz girmişik oraya. Müəllimlər otağına bizi yığdılar, məni Yahya müəllim aldı, məni öldürürdülər. Bilmirəm, sən kim qutardı? Bizi belə yada düzdülər. Saxan müəllim birinci Vaqifdən başladı. Vaqifi, o şüşə kəsən şüşələri belə kəsmişdi. Qapının asas quvasına şöyle Qırılırdı ki, bu da qaçaq onda gəldi. Əvvəldə sevdiği şişələri burada. Bir də haifimizi almaq üçün, haifi almaq üçün Hüseyin müəllimin sirəsidir, müəllimlər otağına sabah tezdən gələr. Qapçı kimi bir yaman küçüyü var, müəllimlər otağına saldı, gecə yatmadı. Ki, qapıya çanda, o da Hüseyin müəllim gəlmədi. Rəhmətli yaz müəllim gəlmə, qayıt. Küçük qabağından çıxanda tal üstə yıxır. Biz dedik, ben Hüseyin müəllim olasıydı, niye bu uzadı oldu dedim kardeş. İlyas müəllim dediler ki, değişelim. Ondan sonra onu da dediler. Ağzımıza bizim sinimin kapısı yaptığımız kapısı batıyor. O kadar şulu uyduk Allah'ın. Zaten birinci döyəndə de zaten dövdüler. Enver de serdi. Biz biraz dağlıydık, kavaklıydık, mebleğmeler. Geçiydim de elə sırfan birinci mənim üstümdə sınıyırdı hər bir şey. Çaydan bir maldan kan alıyorlar. Bir aydan bir. Allah'ım ben de benimle özüme yarıştırmam Allah parayla. Hiç şey bilemiyorum. Ama açın benim kaynanamı tanıyor, kaynanamı tanıyor, millet. Orijinal hamısında değil dayanın. Ben burada bazım var. Birinci o bazımın malından ben kazanacağım. Allah hakkı açın. Bir de hep sözüme demişim, bak şimdi kolektifin içinde değilim. Akif o kadar yaxşı oğlan için, o kadar
yaxşı adamdır ki. Allah üstüne dursun. Açık bak bu cemaatin içinde sahip edecek. Ama bizim yine taranmadı. Öğründen şey kalmıştı, şiş kalmıştı. Gedin keseceğim, əməliyyat edeceğim diye. Nerede Pakistan mı? Yok hayır. Kentteki o böyle şey. Pakistan mı? Arsa yedik zaten çikolata bir. O hafta bir de yeni yol oraydı. Bu başladı. Sen de ben bu avlun kirvesi kulağına Kemal Zəhmətçik deyir ki, ay nənəm ölmüş. Aynen, bu gördü. Buna deyir ki, röpədə dur, yuxarı çıxar. Bir də istəmədi. Buna bir şeylə vuranda buraya gəlir. Bilib qarışdı dedi. Qarışdı. Ben de xabar. Çok geldi olsun. Yine derman da açıp sağlam. Sağlıkçı ne temeli başlı güzel. Bunda da ben. Biri mühine çinleşti. O bizden okunurdu. Yok. Yaşıt beyli okuyor. Sen tadını. Özgün nazak olsa
ben onu seçimine koydum. Koydum sakitçe dururam. Yani gözüme değdi yaydı. Yürüdüm rəhmətli Xəzər Bülcülə. Buna bir 20 qəpik ver. Dedik ki 20 qəpik vermirəm, şemşqa verə billər. Dedim yox ben Hint kilosu gedir. Hint kilosu gedir. 2 seriyalı 40 qəpik. Bir seriyalı 20 qəpik. O da təhtür gəlirdi bir seriyalı. Neyse Xəzər indi deyir, yox, mən də durmuşam, Xəzər, sən Allah, ağrın alayım, Xəzər, dərdim alayım, sözəm baxayım. Biraz rəhmətli Salih gəldi, dedi, nə olur? Dedim, Salih gəldi, sən Allah, dedim, Xəzər bilmə, deyin ki, bana 20 qəpik versin, şunu yedəcəm. Yürüdüm, 20 qəpik aldım, elə bir bütün dünyanı mənə verdilər. Gəldim, ver baxayım, rəhmətli ikisə. 20 qəpik verdim. Kesmişəm, baxayım, hamı baxayım, mən də getirdim özüm. Mən də gəlmişəm. Siz yaşlıydınız, Akira, maşallah olsun. Atan sağ, anam sağ. Cəmə 20 qəpik oldu, o qədər qəpik. Yox, hayır, Fatıma birdən vermirdi, sən də buraxmadın. Hərdən vermirdi. Allah sıraya alır. Yetim olur, geldiler. Evet, yetim. Şimdi Abaş Beyazcığım. Hiç yaxşı yemək yemirsiniz. Nasıl? Xoşmusan gəlmir. Sevineceğimizden yemiyorum. Mən kendur qaydahan seçilmə yedim. Meyveler çok iyi. Gəlmişəm. Mis düzəlmiş. Bir dənə qohumum var, dedi, mən dedi, dostum baba xəsiz istəyir, gəl onu yanına istəyir. Getdik, həmin elə azıq ki, getdik evlərinə, evdə yoxdur. Həmin yoldaşıdır, qarnonəsində doğru. Demək, dolma pişirirlər. Açı beşdirsən? Beşdirim. Ha, dolma pişirirlər. Gəlin, yiyin, gəlin, dedi, hə, yox, yenicə yemişim. Həm ağzından ölür. O şu baxdı, sən gəlir götürdük, bəli, bax, birincisini baxdı, bu yedi. Elə gələndə açıqca durdu. Yiyin, birini mən götürdüm, belə yedim. Mən də sakitcə durdum. Bax, bu yemədi, mən başladım yeməyə. Bir neçə çıxanda dedik, hə, sən dedi, nə kadar oldu dolunu yeyə bildi. Dedim, hə, dolunu. Əlimi cibimə saldım, bütün dolunu çıxartdım, dedim, Dolma içində qoysa. dolunu içindədir. O dolma bal kimiydi. Şirin dolmuydu. Əlimi cibimə saldım, çıxartdım ki, dolmuya bax. Zirvəli qədiklər, yastıq çəmənlər, obalar oymaqlar, salamat qalır. İndidən adamlar, salamat qalır. Zirvəli qədiklər, yastıq çəmənlər, obalar oymaqlar, salamat qalır. Aynasında öz əksini gördüyüm, ətəyində lalə nərli dərdiyim, şərbət sularına könül verdiyim, körpə qulaqlar, salamat qalır. Allah etmənlə rəhmət eləsin, sizlərə can sağ olun. Nə vaxtdır dağlara gedə bilmirəm, nə vaxtdır dağlara gedə bilmirəm, bağlanıb yollara, yoluma durmam. Yaylaqsın bulansın, gözə bilmirəm, şeyə qurban, gülünə qurban. Sağ olsun eller bir qaynar.
Yaş değil, 11 ay büyüksən. Ben de olan sever. Dikkat bura. Kuşçu. Sesini sıfasından önce kullan. Böyle kıskançsan mı? Diğeri başın zaten. Armadan kıskançsan. Ne benim kıskançsan? Abi lazım, Elim cile çıkmadı ki ben oraya da sonra gittim.
hazır olmuyor. Bu da ona düştük biz güzel Birinci Ay Məmməd, Ali, Suraya yada salan, təşkil edənlər, bu 50'den sonra görüşmək üçün çox gözəl bir hal oldu. Bütün təşkilatçılara təşəkkürümüzü bildirək ki, bizi bir yerə yığdılar. Allah qarşıdan gələn yeni ilə hamıya xeyri ilə gəlsin. İnşallah hamıya can sağlığı versin. Ömrü Allah nə verər özü bilər. Can sağlığı. Arzu eləyərəm ki, bir də həmişə yaxşı yerlərdə görüşək. Hamının xeyir günü, xeyir səzasını eşidək. Elə olsun ki, bir-birimizi görəndə xeyir xəbərlərlə görüşək. Sağ-salamat. Hamıda sizə bir də təşəkkür edirəm ki, öz adından, elə hamımızın adından ki, bizi bir yerə yıqa bildiniz. Sağ olsun. Allah Gələnlər də gəlməyənlər. Gələnlər də, gəlməyənlər də Allah'a şınavat edəsin. Bir kimi hərənin bir işi olur da. Bir də gələndə deyilən çoxlu olar. Çox şad oldu. İnşallah Allah qoysa bir də qismət olar, bir də yenidən gələcək şərif götürür. Allah qismət eləsə bir də qismət olsa Ya toydan bu da balaca toy. Toylar fərqlidir. Arvadla dalaşırsan, barçanda toydur. Qonşu ilə dalaşır, barçanda toydur. Mənim gözəl sinif yoldaşlarım, Allah hamınızdan razı olsun. Çox gözəl oldu, çox. Həyatımızın bir yaxşı anıdır. İndi bəyəxşilik elə ürəklə danışıyordum, məsələn, elə görmədim. Görürsən, ürəyimə tərəçir. Eldə oradan bunu deyirsən, buradan bunu deyirsən, bizim İlyas müəllim bizi döydüyü bu gözəl günlər bir dələ keçirir. Hepsindən ötürü şirindir, hər şey. Balaca vaxtı bizə dəftər köçürtməyə qoymurdu qəhrəman. Yemada koymurdu, sonra bakaydı ki ama oğluyam deyir gerçekten. Ama vererdi mi? Yani biz şimdi yaman okuduk. Aksi o kadar müəllimlərin canı boğazına yıkıldı ki, asıl bizden peyden yaxşı okurdu. Əlaçılardan bəri qoydu, tənzimlədi. Hamımız geldi, işte 9'dan sonra hamımız olduk, kaynadık, karıştık. Şakir. Sonra tələbə, Allah sizin evinizdə, işinizdə. Kim üstürət? Kim üstürsə belə bir baxacaq. Mən heç danışıram ki, Qarşıdan gələn bayramımız mübarək olsun. Allah bizə neçə belə bayramlar çatışır. İndi bəyək şahid deyir ki, Allah verən ömürdür. Qoy bir 5 ildə belə, onu heç kim demək olmaz, Zahid, Allah sənə sağ. Mən onu deyirəm ki, misal üçün deyirəm, değil mi? Allah babamız bizim dostumuzdur, bizə ömür verər yəqin ki, biz də görüşərik, Allah böyükdür. Allah hamımız işini zaman deyilsin. Biz razılıq elədik, belə görüşməyimiz nə bilsən deyil. Sağ olun. Sağ olun. Allah kimlərin. Sağ olun. Sağ olun. 70 yaşında yetişmiş. 70 yaş zamanı.